Əgər avtomobillə hərəkət edəndə smartfon istifadəsi sizdə də ürək bulantısına səbəb olursa, diqqətiniz məndə olsun. iPhone-larda qeyd edəcəyimiz təlimata əməl etməklə bu problemin qarşısını ala bilərsiniz. iOS 18 ilə birgə gələn Vehicle Motion Cues adlı bu xüsusiyyəti aktivləşdirmək üçün ilk növbədə Settings bölməsinə daxil oluruq. Daha sonra Accessibility menüsünü tapıb oradan Motion seçimini klikləyirik. Açılan pəncərədə Show Vehicle Motion Cues adlı funksiyanı aktiv edirik. Siz maşında hərəkət edərkən iPhone bunu hiss edir və ekranın kənarlarında kiçik, hərəkətli nöqtələr göstərir. Bu nöqtələr avtomobilin hərəkətini təqlid edərək görmə və hiss etmə arasındakı münaqişəni azaldır. Beləcə ürəkbulanma hissinin azalmasına da təsir göstərir. Amma hər dəfə parametrlərə keçid etməyinizə ehtiyac yoxdur. Hazır əlinizin altında olsun deyə Control Centerdakı bir boşluğa sıxın. Aşağı hissədə Edit Control bölməsi açılacaq. Daxil olduqdan sonra ekranı aşağı sürüşdürərək Vehicle Motion Cues düyməsinə sıxırıq. Artıq növbəti dəfələrdə funksiyanı birbaşa Control Center'dan aktivləşdirmək mümkün olacaq. Belə dostlar, Azercell'in təqdimatında özümün də işinə yarayacaq bir funksiyanı sizinlə bölüşmək istədim. Ümid edirəm bu xüsusiyyət sizin üçün də faydalı olar. İstifadə etdikdən sonra fikirlərinizi şərh bölməsində qeyd etməyi və daha çox məlumat əldə etmək üçün bizi izləməyi unutmayın.